Hamıya salam. Bir ayda 10 kilo verməklə bağlı hədəfim hələ də davam edir. Bugün artıq 11-ci gündəyik. Keçək yeməklərimizə. Səhər yeməyi üçün praktiki bir yeməyimiz mövcuddur. Həmin yeməyin hazırlanması üçün tərəvəzləri, kahı, xiyar və qoz, hansı ki pəhrizin olmazsa olmazlarından kiçik-kiçik doğrayıb qarışdırırıq. Tam buğday lavaşının üstünə dad qatması üçün pendir əlavə edirik və salatı əlavə edib dürməc kimi bükürük. Ortaya həm praktiki, həm də çox doyumcul bir ləzzət çıxır. Görün necə iştah açan görünür. Daha sonra günə enerji ilə davam etmək üçün ara qida olaraq bugünkü seçimim meyvələrdən yanadır. Bundan sonra günün ən sevdiyim öğünü olan axşam yeməyini hazırlamağa keçirəm. Soğanları kiçik-kiçik doğrayıb azca yağda rəngi dəyişənə qədər qovururam. Qovrulduqdan sonra üzərinə fili və tomat əlavə edib qarışdırıram. Yanında servis etmək üçün evdə olan tərəvəzlərlə kiçik bir salat hazırlayıram. Ətimiz pişdikdən sonra hazırlıq mərhələsinə keçirik lazanyanın. İlk olaraq xingəl, üstünə ət, üstünə qaymaq. Bu proseduru 3-4 dəfə ətimiz bitənə qədər təkrar edirik. Ortaya həqiqətən möhtəşəm bir ləzzət harmoniyası çıxır. Heç inanmazdım ki, bu qədər ləzzətli bir şey olacaq. Əgər lazım olan ərzaqlar evinizdə varsa, sınamağınızı tövsiyə edirəm. Mən bir gün gözlədikdən sonra yemişdim, amma siz pişdikdən dərhal sonra yesəz, inanın dadına daha gözəl varacaqsınız. Və belə, mənim 11-ci günümdə belə keçdi. Sizdə vəziyyət necədir? Hələ də davam edə bilirsiniz? Videolarımın davamı üçün səhifəmi izləmədə qala bilərsiniz. Növbəti və yeni gündə görüşənədək.